Və aleykum selam və rəhmətullahi və bərəkatuhu. Və bu fitrə zəkatı haqqında gələn sualların əksəriyyətini təşkil edir bu məsələ ki, fitrə zəkatını pulla vermək olarmı? Yəni, xülasə deyəcəm inşallah, fitrə zəkatını pulla vermək olmaz. Baxmayaraq ki, əhl-i sünnədən, sələfdən bəziləri icazəli görüblər. Lakin, Allah Teala aləm, pulla vermək olmaz. Bu, elə bir ibadət şəklidir ki, malla olan ibadətdir. Baxın, zəkatın malı, deyək ki, malın zəkatı. Məsələn, sənin illik bir dəfə olan malının zəkatı var. Müəyyən nisaba çatdıqda. Bu malın zəkatını sən yeməklə, içməklə verə bilərsənmi? Xeyr. Malla verilən zəkatdır. Puldan və yaxud da ki, ticarət malından, qızıl varsa ondan, gümüş varsa ondan və s. Və eləcə də fitrə zəkatı dedikdə, baxırıq ki, Allah Rasulü və əshabı onu necə veriblər? Onların dönəmində də pul var idi və s. Lakin onlar yeyilib içilən qidalardan verdilər. Yəni, bu cür şeylərdən verdilər. Ona görə də ibadəti elə bu cürdə davam etdirmək lazımdır. Baxmayaraq ki, yenə də deyirəm, əhl-i sünnədən bəzi alimlər icazəli görüblər bunu, maslahalara görə, bəzi maslahalara görə. Lakin, Allah Teala aləm, icazəli deyil. Sədəqə vermək istəyirsinizsə, məsələn, pula ehtiyacı varsa kiminsə, ərzağı ver, yanında da sədəqə ver. O sənin üçün əcirdir. Aydındır, barakallahu fikum.